Hadi 7-11'e düşer. Daxili İşlər Nazirliyi və Ekologiya Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə keçirilən bugünkü təmiz hava aylığı Abşeron Dövlət Yol Polisində də həyata keçirilir. Gördüyünüz kimi nəqliyyat vasitələrindən çıxan dəm qazının miqdarı bəzilərində həddindən çox artıq olduğu üçün tərəfimizdən inzibati protokollar tərtib olunur. Az miqdarda artıq olan nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edilir. Tədbirin keçirilməsinə əsas məqsəd zəhərli qazların normadan artıq xaric olmaması, sürücülərin nəqliyyat vasitələrini vaxtı-vaxtında texniki baxışdan keçirtməyi övladlarımız üçün, cəmiyyətimiz üçün çox xeyirli və faydalıdır. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.